Və xüsusən də getdikcə fitnələr artır. Təkfir fitnəsi, xavariclər, hizbi fikirləri, cürbəcür radikal fikirlər artır. Sosial şəbəkələrdə görürsünüz ki, insanlar, gənclərimiz, cavanlarımız radikal yollara gedirlər. Və onun səbəbkarlarından bəziləri də bizik ki, az dəvət edirik. Onların əlindən tutmalıyıq və onlara düzgün yolu öyrətməliyik. Yəni, Allahın və Rəsulunun getdiyi düzgün yolu. Əgər sən onlara öyrətməzsən, mən öyrətməzsəm, onlar bir gün təkfirə düşəcəklər. Xavariclərin yoluna düşəcəklər. Müəyyən, radikal yollara düşəcəklər. Bunun da səbəbkarı biz ola bilərik. Bizə də bir pay düşür buradan. Nəyə görə? Çünki çalışmalıyıq ki, hər gün, hər gecə gündüz biz cavanlarımızı, gənclərimizi bu yoldan çəkindirək.